Qardaş, mənə elə gəlir ki, ağıl hər şeyə kifayət edir. Ağıl Allahın insana verdiyi ən böyük nemətdir. Nə bilim, fikirləşirəm biraz orasını. Elə bilirəm ki, ancaq ağılla Allahı sübut eləməyi tapmaq mümkün deyil. Başqa bir yollar da olmalıdır. Salam əleykum. Nə yaxşı gəldin ay ustad. Biz də sən gəlməmişdən qabaq diskussiya eləyirdik. Bir mövzu var idi. Onlar onun sualını verək sənə. Buyur. Fəqət ağılla Allahı tapıb, iman gətirib, imanı kamilləşdirmək mümkün deyilmi? Əlbəttə ki, yox. Ağıl yolları, əqli dəlillər, fəlsəfi dəlillər Allah yolunun qapısını, ünvanını bizə göstərir. Amma imanı kamilləşdirmək üçün qəlb təmizliyinə ehtiyac var. Mərhum Əllamə Təbədəbainin sözü ilə desək, buyurur ki, əql yolu ilahi dərgaha getmək üçün dəlil və bürxanlardan ibarətdir. Amma bu yolu qəlb gedir. Qəlb saflığı ilə, irfan yolu ilə gedilir. Qurana nəzər salsa, Quran-ı Kərim buyurur, Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Yüzəkkihim və yuallimuhumul kitəbə vəl hikmə. Ey Peyğəmbər, bunları, bu insanları, bu müsəlmanları pakla, sonra onlara kitabı və hikməti öyrət. Yəni, ilk öncə qəlbi pakdır, qəlbi saflıq lazımdır. Yəni, hər dəlil və burhan insanda iman yaratmaz. Amma qoruyucudur, amma o qapını göstərər, ilahi qapını göstərər sənə. İlahi yolun ünvanını göstərər sənə. Ustad, bildim. Ona görə bəzi adamlarda əqli yollar öz təsirini buraxmır. Çünki onların bəzilərində qəlbi məsələ. Bəli, qəlb möhürlənəndən sonra heç bir əqli dəlil insanda təsir qoya bilmir. Aydındır. O əqli təsirlər, əql dəlilləri təsir qoya bilmir. Onda ustad, imanı kamilləşdirmək üçün, ilahi mərifəti əldə eləmək üçün başqa hansı yollar var? Əqaid alimləri bu haqda 4 yolun olduğunu buyurublar. Ağıl dəlilləri, bürhanları olan yol, fitrət yolu, nəqli yol və şuhudi yol. Bunlar haqqında ustad ümumi qısa bir izah verə bilərsiniz? İnşallah. Əqli dəlillərdən biri səbəb-nəticə qanunudur. İllət və məlul qanunu deyilir. Burada söylənilir ki, hər bir nəticənin bir səbəbi var. Hər bir nəticəni yaradan bir səbəb var. Və bu aləm özü bir nəticədir və bu nəticənin səbəbi var, yaradanı var və o da Allahdır. Amma bu qanunu sübut eləməkdən ötürü 2 qanun var, onu batil eləmək lazımdır. Amma bu qanunu sübut edən zaman təsəlsülün qanuna uyğun olmamasının sübutu gərəkdir, sübutu lazımdır. Yəni, başlanğıcsız səbəb-nəticə qanununa uyğun olmaması, həmçinin səbəb-nəticənin də dövr etməməsinin batil bir qanun olduğunu sübut eləmək lazımdır. Bunun mənası budur ki, yəni səbəb-nəticələr gedib bir yerdə durmalıdır. Davamiyyət olmaz, silsiləvi olmamağı sübut olunmalıdır ki, bu batildir. Və dövr səbəb-nəticələrin dövr etməsini də qanuna uyğun olmamasını sübut eləmək lazımdır. Dövriyə qanunu. Dövriyə qanunu. Yəni, dövriyə qanunu deyən zaman nə nəzərdə tutulur? Yəni, 3-ün səbəbi 2, 2-nin səbəbi 1. 1-in səbəbi 3. Bu nədir? Batil bir şeydir. Belə deyək. Oğlumun səbəbi mən, mənim səbəbim atam, atamın səbəbi oğlum. Bu batil bir qanundur. Paradoks. Paradoksda, ay sağ ol. Yəni, bunlar batil olandan sonra səbəb-nəticə qanunu öz sübutunu tapır və yaradanın ilkin səbəb olması burada nə olur? Sübut olunur. Ustad, bunları biz başa düşdük, amma bəzi adamlar var ki, bunları eşidəndə, oxuyanda irad bildirirlər ki,
Bunlar çox qəliz, qarma-qarışıq bir cavablardır. Onlara nə deyək? Əlbəttə ki, bu nağıl deyil, bu hekayə deyil ki, oxuyan kimi insan düşünər. Bunlar hamısı əqli, fəlsəfi, məntiqi qanunlardır. Bunu dəfələrlə dinləmək, bəlkə dəfələrlə oxumaq və düşünmək lazımdır. Hətta bilmədiklərini yenidən bilənlərdən soruşmaq lazımdır ki, burada məqsəd nədir, məna nədir? Məntiqi sözlər. Bunlar əqli, adına bax, əqli qanunlar. Necə ki, məntiqi qanunlar. Bunlar elə asan bir şeylərdir ki, bunlar düşüncəyə ehtiyac var burada. Gərək insan beynini işlətsin. Hə, daha biraz işlətmək lazım. Roman deyil. Roman deyil ki, oxuyasan elə xoşva gəlsin səni. İkincisi, mərhum İbn Sinanın Vacib əl-Vücud qanunudur. Əqli qanunlardan ən məşhur qanundur. Bunu ilk dəfə İbn Sina, belə deyək, ortalığa çıxarmışdı. Və düzdür, sonradan Molla Sədra, Əllamə Hilli, mərhum Əllamə Təbətəbai bunu geniş izah verib, genişləndirmişlər bu məsələni. Bu məsələ nədir? İbn Sinaya görə varlıqlar üç qismdir. Vacib əl-vücud, yəni varlığı vacib olan. Mümkün əl-vücud, varlığı mümkün olan. Mümtəni əl-vücud, yəni varlığı mümkün olmayan vücud. Yəni buna qısaca məna versək. Mümkün əl-vücud, yəni varlığı özündən asılı olmayan, xarici səbəblərdən asılı olan. Varlığı ilə yoxluğu eyni olan və yoxluğu mümkün olan. Bütün məxluqat mümkün əl-vücuddur. Mümkün vücuddur. Vacib vücud isə varlığı özündən asılı olan, varlığı kənardan asılı olmayan bir varlığa deyilir. Bu da Allahın pak zatına işarədir ki, Allahın varlığı vacibəl vücuddur. Var olması vacibdir və yoxluğu da qeyri-mümkündür. Heç bir xarici səbəblərdən nə olur? Var olmuyor. Və üçüncüsü mümtəni'əl vücud, yəni mümtəni'əl vücud varlığı mümkün olmayan bir varlıq. Məsələn, üç bucaqlı dairə. Təsəvvür eləyə bilərsən, üç bucaqlı dairə mümkündür. Burada da Allahın şərikinin olmamasına işarədir ki, Allahın şəriki mümtəni'əl vücud. Mümkün deyil ki, Allah kimi bir Allah olmuş olsun. Mümkün deyil bu. Buna da mümtəni'əl vücud deyirlər. Bu qanunlarla gedilir. Digər qanunlar, məsələn, əqli, bürhanlar, dəlillər var. Məsələn, hər bir nizamın bir nazimi var, yəni nizam verəni var. Hər bir failin, hər bir feilin faili var. Yəni, hər bir işin iş görəni var. Hər bir hərəkətin hərəkət vericisi var. Yəni, bu bölüyündə aləm ki var. Bu bölüyündə aləm ki var. Bu atomdan tutmuş şəhşəşanlara qədər hərəkətdədir. Buna bir ən azından başlanğıc hərəkət verən lazım. Bir hərəkət verən olmalıdır. Üstad, bəzi ateistlər bu qanunları qəbul eləmir. Sən ateist yoldaşa soruş. Oturduğu evin bənnası var ya yox. Geyindiyi kostyumun dərzisi var ya yox. Sürdüyü maşının ustası, mühəndisi var ya yox. Oxuduğu kitabı üçün yazana ehtiyac var ya yox. Əgər onlara desə ki, hamısına ehtiyac var, mümkün deyil, mütləq bir evin bənnası olmalıdır. Necə ola bilər ki, bu bölüyündə bir aləmin bənnası olmasın? Allah buyurur, Xəllaqul alim, Allah yaradılışın alimidir. Yaradılışın, yəni ən böyük sənətkar. Əlbəttə ki, o fikri qəbul eləmir, onun düşüncələrində problem var. Amma adi bir uşaq, arxadan ona bir toxun, dönüb dala baxacaq. Soruşacaq, kim vurdu məni? Heç kəs vurmadı səni. Təəccüb eləyəcək, ola bilməz axı. Kimsə mənə toxunubsa, mənə nəsə toxunub, kimsə bunu toxunmalıdır mənə.